Kök ve şəkilçi. Kök nədir? Sözün ayrılıqda işlənə bilən mənalı hissəsinə kök deyilir. Lövhəyə diqqət yetirək. Kitab, dağ, məktəb, çəmən. Videonu saxla, ətrafda olan əşyaların adlarını sən də çək. Stol, stul, şəkil. Davam et. Gəl indi cədvəlimizə baxaq. Kitab, dağ, məktəb, çəmən. Gördüyün bu sözlər sözün köküdür. Bəs şəkilçi nədir? Lövhəyə diqqət yetirək. Ç, lıq, li, lıq. Bu şəkilçilər ayrılıqda işlənə bilmir. Deməli, şəkilçi sözün ayrılıqda işlənə bilməyən mənasız hissəsinə deyilir. Kökdən fərqləndi. Kök və şəkilçini necə fərqləndirək? Kök və şəkilçinin şərti işarələrini ekranda görürsən. Lövhəyə diqqət yetirək. Kitab, kitabça, dağ, dağlıq, məktəb, məktəbli, çəmən, çəmənlik. Şərti işarələrdən istifadə edərək sözləri kök və şəkilçiyə ayırdıq. Videonu saxla, bir neçəsində sən et. Cədvəlimizə fikir verək. Kitab, kitabça. Yeni söz yarandı. Dağ, dağlıq. Məktəb, məktəbli. Çəmən, çəmənlik. Biz şəkilçilərdən istifadə edərək yeni sözlər yaratdıq. Bu şəkilçilər sözün kökünə qoşularaq yeni söz yaratdı. Bu şəkilçilərə biz leksik şəkilçilər deyirik. Tapşırıq. Verilmiş sözləri kök və şəkilçiyə ayırın. Səxavətli, rəngsaz, dostluq, sayğac, dənizçi, güldan, saatsaz, futbolçu. Videonu saxla, sərbəst olaraq sözləri kök və şəkilçiyə ayır. Səxavət, li, rəng, saz, dostluq, say, ağac, dəniz, çi, gül, dan, saat, saz, futbolçu. Sən də belə etdinsə, indi şərti işarələrdən istifadə et. Kök və şəkilçini şərti işarələrlə qeyd et. Növbəti tapşırıq. Şəkilçilərə müvafiq söz kökləri düşünüb yazın. 4 şəkilçi verilmişdir. Şəkilçilər həm 2 variantda, həm 4 variantda yazıla bilir. Nümunə. L şəkilçisi yaşlı, ətirli, duzlu, südlü. İndi sərbəst olaraq sən həmən şəkilçilərə söz qoşa bilərsən. Dan şəkilçisi evdən, bağdan, Ç şəkilçisi qapıçı, dənizçi, dağ şəkilçisi bağda, evdə, lıq şəkilçisi dağlıq, bolluq. Azərbaycan dilində
şəkilçilər leksik və qrammatik olur. Leksik şəkilçilər sözə qoşulub yeni söz yaradır. Qrammatik şəkilçilər sözün kökünə qoşularaq yalnız sözün formasını dəyişir. Qrammatik şəkilçilər qövsvari işarəsi ilə göstərilir. Ahəng qanununa uyğun olaraq həmişə 2 və 4 cür yazılır. Bu şəkilçilər sözün kökünə qoşularaq yalnız sözün formasını dəyişir. Heç bir məna fərqliliyi yaratmır. Ekranda bir neçə söz verilmişdir. Kitab, kitablar, qız, qızlar. Bunlar yalnız sözün formasını dəyişir. Növbəti tapşırıq. Sözləri kök və şəkilçiyə ayır. Cədvəli tamamla. Videonu saxla. Sərbəst olaraq sözləri kök və şəkilçiyə ayır. Sözləri kök və şəkilçiyə ayırdınsa, şəkilçilərin növünü də qarşısında qeyd et.